El şənliklərimiz, toylarımız artıq adət-ənənələrimizə zidd formada təşkil olunur. İsrafçılıq az qala həyat tərzinə çevrilir. Əvvəllər yeni ailə quran cütlüyə kömək məqsədi ilə qurulan toy mağaralarının yerini indi dəbdəbəli şadlıq sarayları alıb. Bir zamanlar yeni ailənin sevincinə şərik olmaq üçün bir araya yığılan qohumlar indilərdə ya şouları, ya da beylə gəlinin restoranda girov qalıb qalmayacağını görmək üçün şadlıq sarayına gəlirlər. Bir günlük şənlik üçün ya illərlə yığılan pullar xərclənir, ya da ailələr borca xərcə düşüb, qohum-qonşudan dalaq qalmamağa çalışır. Kimi bunu valideyn arzuları ilə bağlayır, kimisi isə həm toy sahibinin, həm də toya gələn qonaqların cibinə dəyən ziyanın fikrini çəkir. Amma indiki toylarımızda valideyn də, qonaq da bircə fikirdədir. Heç olmasa toyun pulu çıxsın. Yəni hər şey normasında yaxşıdır. Daha artığı da ki, yəni özünüz də bilirsiniz ki, indiki toylarda ancaq qohumlar aparır. Məncə hər şey normasında olması daha gözəldir. Mən əslində israf kimi görmürəm. Çünki qalan yeməkləri həm toy sahibi, həm də ki qonaqlar evə aparırlar. Yəni bunun nəyi mənfi ola bilər ki? Düşünürəm ki, milli təamlarımız təqdim olunur, hansı ki, onların verilməsi yaxşıdır. Ancaq bəzi dekorativ məqsədi ilə bəzi təamlar qoyulur. Onsuz onların heç üzünə baxan da olmur. Onları israfçılıq sayardım. Düşünürəm ki, toy nə qədər sadə və kiçik bir məclis kimi keçirilsə, yaxınlar və qohumlar arasında bir o qədər yaxşı olar. Əslində çox doğru fikirdir. Bugünkü gün toylarda yeməklərin çeşidlərinin bol olması, çox olması təbii ki, israfçılığa yol açır. Amma bəzən toy sahibləri bunu arzusu kimi qiymətləndirir. Toyda ona xərclənən pulla başqa özüm üçün gəzərəm, eləyərəm, amma məncə çox israfçılıqdır. Yəni ehtiyac yoxdur o qədər xərcə. Mənə qalsa mən toyumu o şəkildə keçirtməzdim. Sevdiyim əhatə dairəmdə olan, yaxın olan insanlarla kiçik əyləncə dolu anlara üstünlük verərdim, nəinki yeməyə. Bizim süfrəsinin bolluğunu günlərlə müzakirə edib bitirə bilmədiyimiz, çox vaxt bəyənmədiyimiz toylarımızın xərcinin günü-gündən çoxaldığı bir vaxtda Avropa ölkələrində insanların toy anlayışı tamamilə fərqlidir. Orada gənclər nikah mərasimini yaxın çevrədə kiçik bir ziyafətlə qeyd edirlər. Sadə menyu, simvolik musiqi proqramı, ailə və dostların iştirakı. Əsas diqqət ailənin xoşbəxtliyinə yönəlir, süfrənin bolluğuna yox. Elə paytaxtımızda da belə sadə toyların keçirilməsinin tərəfdarı olanlar az deyil. Kimi keçmiş komsomol toylarının sadəliyini arzulayır, kimi də kənd toylarımızın səmimiliyini. Köhnə kənd toylarına qayıtsaq, həm bərəkətli, həm təmiz, kalorili, gətirir indi 20 cürə xalodla qoyurur. Az olsun, təmiz ərzaq olsun. Nə yaxşı olardı ki, toylarımız keçmiş qaydalara keçsin. Bir xörək verirdilər, yanında salatlı hər şeyi. Hamı da razı yeyib qalxırdı eyni cürə. Ayda 2 dənə toya getsən, 400 manat pul atmalısan. Bu da sənin büdcəndən gedir. Həm israfçılıqdır, həm də sağlamlığa yəni ki, çox böyük, çox mənfi təsiri var. Toyların ən çox tənqid olunan tərəfləri süfrələrin bolluq yarışına çevrilməsidir. Onlarla yemək çeşidi, saysız içkilər, amma sonunda toxunulmadan qalan yeməklər. Mövzu ilə bağlı qida eksperti Seymur Qafarov deyir ki, bu fərq sadəcə mədəni baxımdan yox, həm də iqtisadi yanaşmadan qaynaqlanır. Daha çox qida israfı olan, daha çox müxtəlif çeşidli qidaların və bəzən də bizim mətbəximizə yad olan, yəni milli etnik mətbəximizə yad olan Avropa mətbəxinin ünsürləri, hazır qida məhsulları daha çox yer almağa başlayır. Artıq bu elə bir vəziyyətə gəlib çıxıb ki, toy bitdikdən sonra da qida təminatı yerinə yetirən toy məclisinin olduğu zala baxdıqda sanki yenidən də burada bir daha toy eləmək üçün bir şərait varmış kimi görünür. Bu qədər qida israfı bəzən gələn iştirakçıların, yəni terminoloji dillə desək, istehlakçıların istehlak etdiyi və edəcəyi məhsuldan daha çox məhsul ərsə gəlməsi. Seymur Qafarov həmçinin vurğuladı ki, qida təhlükəsi ilə bağlı bir sıra vacib məqamlar da toy məclislərində kobud şəkildə pozulur. Bunlardan ən vaciblərindən birincisi isti qidalar isti şəkildə təmin olunmasına baxmayaraq qısa müddətdə, 2 saatlıq bir müddətdə maksimum istehlak olunmalıdır və qətiyyən qalmamalıdır. Toy məclisləri də bilirsiniz, saat 5-6 radələrindən etibarən başlayır. Axşam saat 12, bəzən də gecənin gec yarısına qədər çəkə bilir və sözsüz ki, bu qidalar qalır, soyuyur. Toylarla bağlı ən böyük narahatlıqdan biri isə yeni ailələrin üzərinə düşən maliyyə yükdür. Çünki cütlüyün birgə həyata ilk addımı çox zaman maddi sıxıntılar, qaytarılması illər çəkən borclar ya da arzu olunmayan gərginliklə müşahidə olunur. Nişan, xınayaxtı və digər tədbirləri saymasaq, lap yaxşı. Qonaqların ürəyincə olan bir müğənni də gətirmədin deyək. Təkcə toy üçün şadlıq evinə ən azı 15-20 min pul verilməlidir.
Bir sözlə, indiki toylar sevincdən daha çox qayğılar gətirir. Ona görə də gənclərin və valideynlərin bir çoxu bu qayğılardan və xərclərdən ehtiyatlanaraq evlilik məsələsini gecikdirirlər. Deputat Fazil Mustafa bildirir ki, məsələ ilə bağlı qanun layihəsi təklif edə bilərlər. Lakin vətəndaşlar da öz baxışlarını dəyişməlidirlər. Az təminatlı ailələrin övladları üçün gəliri olmayan, imkanları məhdud olan ailələrin daha rahat şəkildə ailə həyatı qurması üçün sosial proqramlar gerçəkləşdirilə bilər. Çox sayda bu cür şikayətlər var. Həqiqətən də ailə həyatı qurulması üçün lazım olan, ehtiyacı olan insanların bir sıra hallarda bundan çəkindiyinin şahidi oluruq. Çünki maddi imkanları buna imkan yaratmır. Ona görə də həm dövlət orqanları, həm özəl sektor, həm də müəyyən dərəcədə bu sahəyə məsuliyyət daşıyan qurumlar birlikdə bunun yollarını tapmalıdırlar və onun həlli istiqamətində bu tədbirlərdə gənc ailələrə köməklik göstərməlidirlər. Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Jalə Əliyeva bildirdi ki, toyların sadələşdirilməsi təkcə israfçılığın qarşısını almaqla kifayətlənməz. Eyni zamanda yeni qurulan ailələrin sosial rifahına da müsbət təsir göstərər. Yeni qurulan ailələrin hər zaman iqtisadi dəstəyə ehtiyacı vardır. Sosial problemlərin aradan qaldırılmasına həmin bu vəsait yönəldilə bilər. Bu onların da, həmin gənclərin də ailə təməllərinin daha da möhkəmlənməsinə xidmət edə bilər. Bu sahədə də qanunun olmağı vacibdir. Həm milli mənəvi dəyərlərimiz baxımından çox əhəmiyyətlidir, onların qorunması baxımından əhəmiyyətlidir. Sırf qeyd etdiyimiz israfçılığın qarşısının alınması baxımından, vətəndaşlar arasında təbəqələşmənin qarşısının alınması baxımından, yəni biri bunu edir, digəri də deyir, baxır, deyir ki, mən nəyə görə etməyim. Mövzudan da göründüyü kimi, toy mərasimindəki dəbdəbə və israfçılıq təkcə qida təhlükəsizliyi məsələsi deyil, həm də ailələrin sosial və iqtisadi yükünü artıran bir problemdir. Çıxış yolu isə sadəlikdir, milli mənəvi dəyərlərin qorunmasındadır. Amma son qərar yenə də cəmiyyətin öz əlindədir. İman İmanlı, Əsgər İbrahimli, APA TV.